Değerli dostlar, xoş gördük sizləri. Hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərində Gülnaş adlı sarayın tam yaxınlığında belə bir həyət evimiz satışa çıxarılır. Yenə gəldi kasıbların dostu dayı burada siz üçün ev çəkir. Bu hissədə. Buradan giriş qapısını görsədim sizə. Bura onun giriş qapısıdır, bax burada həyət. Xudmani belə həyəti də var. Həyətində o palma ağacı da var, görürsünüz. Bura zal hissəsidir. Zal hissəsinin təmiri əladır. Lüsturu pərdələrinə qədər qoyulub. Yəni yeni təmirdən çıxıb, təmirinə söz ola bilməz. Hündür ərazidədir, nəmişli olmayan bir yerdədir. Bura bir yataq otağıdır. Yəni evin pərdələri, lüsturları hazırdır, qoyulub. Bura ikinci yataq otağıdır. Özəlliyini də çəkib təqdim edəcəm. Bu evin arxasında bir həyəti də var. Xudmani oturmaq üçün, durmaq üçün. Bura mətbəx hissəsidir. Bax, belə bir geniş mətbəx hissəsidir. Buradan keçək. Sanitar qoğuşağını da görsədim. Burada balaca hol kimidir. Burada da sanitar qoğuşağı. Bütün aksesuarlar qoyulub. Çox gözəl bir variantdır. Xırdalan şəhərində yerləşir. Həqiqətən maraqlı bir evdir. Burada böyük bir yataq otağını gördünüz də. Harasa 15-16 kvadratdır. Buradan evin arxasında belə bir həyət kimisi var. Böyük həyət deyil ha. Həyət kimisi. Burada gələcəkdə burada manqal da qoya bilərsiniz bu hissədə. Şkaf da yığa bilərsiniz. Yəni elə şəkil manqal qoyasınız. Şkaf yığ, burada əyin oyunu qoyub, paltarı az. Görünməyən yerdə bir dənə balaca stol qoyub, otur çay iç, nərdə at. Yəni münasib bir yerdir. Yerləşmək çox əla bir yerdə yerləşir. Xırdalan şəhərində Gülnaş adlı sarayının tam yaxınlığındadır. Marşrut dayanacağı da evin yaxınlığındadır. Düz metroya istiqamətinə gedən marşrutdur. Memar Azəmi 20 yanvar marşrutudur. Qiymət 50.000 manata. 50.000 manata. Real alıcı gəlsin, evə baxaq. Baxandan sonra, bəyənəndən sonra sahibini çağırarıq, oturarıq, söhbət edərik qiymətdə. İnşallah. Kanalımıza abunə olun, videonu bəyənin. Kimin nə sualı varsa bu ev barədə bizdən əlaqə saxlayın, bizə zəng edin. Sağ olun, minnətdarım.